Salam. Əgər siz də uşağım kursda sadəcə oyun oynar deyə düşünürsünüzsə, bu videonu mütləq izləyin. Bugün mövzumuz dərsdə oyunun roludur. Uşaq dərsdə sadəcə oyun oynayır, yoxsa öyrənir? Gəlin bu haqda danışaq. Bəzi valideynlər kursa müraciət edəndə biz onlara oyunla öyrətimin faydalarından danışırıq. Bu isə bəzi valideynlərdə sual yaradır. Necə yəni? Uşağım ancaq oynayacaq? Xeyr. Burada əsas məsələ uşağın öyrəndiyi akademik bacarıqların hamısının oyunla möhkəmləndirilməsidir. Yəni bir növ uşaq öyrəndiklərini oyunla təcrübədən keçirdir. Uşaqlar öyrəndiklərini oyunla təcrübədən keçirdikləri zaman bu biliklər daha da möhkəmlənir və daha effektiv şəkildə uşaq bunu gələcək həyatında, məktəb həyatında rahat formada istifadə edə bilir. 3-6 yaş arası uşaqlarda oyunun rolu çox önəmlidir. Çünki bu yaşda uşaqlar hər bir şeyi oyunla kəşf edirlər və oyunla öyrəndikdə daha səlis formada bunu mənimsəyə bilirlər. 3-6 yaşlı uşaqlarda oyun sadəcə olaraq əyləncə deyil. Əyləncə odur ki, uşaq dərsin müəyyən bir hissəsində 10-15 dəqiqə müddətdə oyun otağında oyuncaqlarla sərbəst formada dərs yoldaşları ilə bir yerdə oyun oynayır. Bu əyləncədir. Lakin oyun metodikası əslində keçirilən dərslərin hamısının bir yerdə uşaqdan götürülən bir normatividir. Yəni uşaq öyrəndiyi dərsi oyunla möhkəmlədəndə və yaxud da təcrübədən keçirəndə müəllim bu zaman daha düzgün rəy vermiş olur. Çünki oyun zamanı uşaq tam sərbəst və rahat olur və öz bilik bacarıqlarını rahat formada sərgiləyə bilir. Bizim oyunla öyrətim metodlarında uşaq hər dərs oyun oynayarkən, yəni təcrübədən keçirərkən ilk öncə düşünməyi, qərar verməyi, analiz etməyi, yoldaşları ilə bölüşməyi, növbə gözləməyi, bunların hamısını bircə-bircə öyrənir. Bu zaman uşaqda şəxsi sərhədlər yaranır, uşaq özünə inamı daha da inkişaf etdirir və özgüvənli olur. Əgər biz uşaqları saatlarca masa arxasında, part arxasında otuzdurub, sadəcə yaz, oxu, hesabla, sadəcə olaraq iş vərəqləri, kitablardan işlətsək, ki bu bizim metodlara aid deyil və biz bu üsulu işlətmirik, çünki bu ənənəvi üsuldur və bu bizə aid deyil. Biz yeni metodlardan və beynəlxalq metodlardan işlədiyimizə görə uşaqların burada şəxsi sərhədləri pozulur, uşaqlar emosional olaraq çox çəkingən olur, uşaqlar və valideynləri də bu dərslərdən artıq zamanla bezirlər. Ona görə də bizim metodumuz oyunla öyrətimdir və biz uşağı saatlarla part arxasında otuzdurmuruq. Bu formada uşaq əzbərləyə bilər, amma onu təcrübədən keçirə bilmədiyinə görə bu uzun müddətli yaddaşa gedib çatmır və ötəri bir öyrənmə prosesi olur. Bizim dərslərdə hər oyunun bir məqsədi var və hər yaş qrupunun öz oyun mexanizmi var. Kiməsə kənardan sadə görünə bilər, amma oyun zamanı uşaqların nitqi səlisləşir, motorikası, incə və böyük motorikası işləyir. Uşaqlarda qərar vermə bacarıqları artır, sosial bacarıqlar, fiziki bacarıqlar hamısı inkişaf edir. Nitqi, məntiqi hamısı bir yerdə kompleks şəkildə işləyir və bu oyunun əsas məğzini təşkil edir. Oyun uşağın dünyasıdır və o bu dünyada oyunla öyrənməyə daha çox layiqdir. Və uşaqlar oyunu sevdiyinə görə biz də onların həyatına fərqli və gözəl öyrədici oyunları hədiyyə edirik.